Salam mənim əzizlərim, belə bir açılım etmək istəyirəm. O mələk kartları ilə zamansız zamanı açırıq. Onun sizinlə bağlı planları nədir? Keçmiş, indi, gələcək. Keçmişdə sizin aranızda ya mübahisə, anlaşılmazlıq, inciklik, emosional gərginlik olub. Bu insan bir müddət özünü müdafiə vəziyyətində hiss edir. Bəlkə də aranızda açıq danışılmayan sözlər qalıb. Ona görə münasibətdə konflikt yaranıb və balans pozulub. İndi hazırda bu insan çox düşünür, daxilən vəziyyəti düzəltmək istəyir, peşmandır, vəziyyəti necə düzəldəcəyini də düşünür. Düşünmək, peşmanlıq hissi daxili qərar vermə mərhələsində olduğunu göstərir. Sizinlə bağlı gələcək planları. Bu kart göstərir ki, fikrində olan şeyi reallaşdırmaq istəyir. Fikrində sizinlə bağlı gələcək planları var. Sizinlə yenidən əlaqə qurmaq istəyir, münasibəti başqa formada qurmaq istəyir. Bizə nələrsə etiraf etmək ehtimalı var. Bu kart niyyətin real addıma çevrilməsini göstərir. Qısaca desək, keçmişdə problem, inciklik olub. İndi bu haqda düşünür, peşmandır, düzəltməyi istəyir. Sizinlə gələcəkdə bir bağ qurmaq istəyir. Münasibəti reallaşdırmaq niyyəti var. Belə, bu qədər mənim əzizlərim. Videonu bəyəndinizsə, save etməyi və paylaşmağı unutmayın.